Bugünkü mövzumuz müxtəlif mühitlərdən elektrik cəryanının bölməsinə belə deyək. Növbəti mühitimiz nə olacaq? Elektrolitlərdə elektrik cəryanı. Bəs elektrolit nədir? Elektrolit suda məhlulu elektrik cəryanı keçirən bütün maddələrə nə deyirik? Elektrolit. Məsələn, quru duz, bildiyin duz. Elə deyilmi? Cəryanı yaxınlaşdırsaq, yəni quru halda, elektrik kimi aparacaq. Elektrik cəryanı nədir? Ya çox az keçirəcək, ya da ümumiyyətlə keçirmir. Amma onun üzərinə deyək ki, bir damla su sal, artıq nəyə çevriləcək? Məhlula çevriləcək. Elə deyil, suda məhlula çevriləcək. Və başlayacaq asanlıqla özünü nə kimi aparmağa? Keçirici, yəni naqil kimi aparmağa. Elə deyilmi? Yəni elektrolitlər bir növ naqil rolunda oynayır. Yəni elektrik cəryanı yaxşı keçirən maddələr rolunda oynayır. Yadınıza gəlsə, bu mövzuya giriş edəndə demişdik ki, 5 mühitimiz var. O mühitlərdə metallar bir də elektrolitlərdə elektrik cəryanı nədir? Özünü yaxşı keçirici kimi, naqil kimi aparır. Elə deyil. Amma vakuumdur, qazlardır, özünü nə kimi aparırdı? Elektrik kimi aparırdı. Amma yarım keçiricilər isə keçiricilik kənar təsirlərdən asılı idi, elə deyilmi? Və özünü nədir? Adından da məlumdur da, sərbəst yük daşıyıcıları nələrdən? Keçiricilərdən geri, amma elektriklərdən üstün olan maddələr idi. Elə deyilmi? Bugünkü mövzumuz isə dediyimiz kimi nə olacaq? Suda məhlulu elektrik cəryanı keçirən maddələr, yəni elektrolitlərdə nə deyəcək? Elektrik cəryanı. Uşaqlar, həmişəki kimi ən önəmli sözü ən birinci yazmaq lazımdır. Ən önəmli söz nə idi? Elektrolitlərdə elektrik cəryanının əsas yük daşıyıcıları müsbət və mənfi yüklü ionlardır. Nələrdir uşaqlar? Müsbət və mənfi yüklü ionlardır. Elektrolitlərdə elektrik cəryanını təcrübə olaraq yoxlayan alimlərdən biri Michael Faraday, İngilis fiziki Michael Faraday olmuşdur. Faraday nə etmişdir? Bir dənə vanna götürmüşdür. Həmin vannaya fizikada Faraday vannası deyilir. Sonra vannanın içərisinə 2 dənə elektrod kömür lövhə salmışdır və həmin kömür lövhəni sadə elektrik dövrəsi birləşdirmişdir. Dövrədə olan aşarı vurduqda vannanın içərisində distilə edilmiş su var. Dövrədə cəryan yaranmır. Anlayırıq mı? Dövrədə cəryan yaranmır, lampalar nədir uşaqlar? Lampalar közərmir. Sonra ampermetr dövrədə cəryanın yarandığını nədir? Göstərmir. Gəlin indi həmin Faradayın apardığı təcrübəni aşağı yuxarı biz burada göstərməyə çalışaq. Bu bizim Faraday qardaşımızın nə idi? Vannasıdır. Elə deyil. İçərisinə nə tökmüşük? Distilə edilmiş su tökmüşük. Hal-hazırda nə var? Distilə edilmiş su var. Onun içərisinə 2 dənə elektrod lövhə salırıq. Yəni kömür lövhə. Bu lövhələrdən birinə nə deyəcək uşaqlar? Anod lövhəsi. Digərinə nə deyəcək? Katod lövhəsi. 2 dənə nə saldıq? Lövhə saldıq. Anod necə yüklüydür? Müsbət. Katod necə yüklüdür? Mənfi. Bax, dövrəni belə birləşdirək. Dövrəni bu formada birləşdirin. Bura bir dənə cəryan mənbəyi yerləşdirək. Cəryan mənbəyi nə idi? Dövrəni cəryanla təmin edən qurğudur. Elə deyilmi? Və bura bir dənə özümdən atıran nə yerləşdirək? Lampa. Burada bir dənə ampermetr göstərək. Nə göstərək uşaqlar? Ampermetr. Burada bir dənə açar yerləşdirək. Açar. Açar. Bura müsbət deyək. Bura isə nə dedik? Mənfi dedik. Biraz öncə nə dedik? Anod nə idi? Müsbət idi. Katod nədir? Mənfidir. Uşaqlar, bax yadımızda saxlayın. Anion katyonla anod katodu qarışdırmayın. Anion mənfidir. Niyə anion deyirik? Anoda gedən ion. Deməli, anod özü müsbət olmalı ki, anoda gedən ion nə olsun? Mənfi olsun. Katyon nədir? Müsbətdir. Deməli, katyon nə demək? Katoda gedən ion. Özü katyon müsbətdir. Demək, katoda gedirsə özü nə olmalıdır? Mənfi olmalıdır. Çünki əks işarələr bir-birini nədir? Cəzb edir. Baxın uşaqlar, mən buradakı K açarını bağladım. Dövrəyə də bir dənə voltmetr yerləşdiriblər. Baxın, nə yerləşdiriblər? Voltmetr. Təsəvvür edin ki, belə bir voltmetrimiz var. Belə bir voltmetrimiz var. Bura V.
K çarını bağlayanda bizə deyirlər ki, dövrədəki lampa çözərməyəcək. Ampermetr dövrədən cəryan keçdiyini göstərəcəm, yəni müəyyən qədər amper cəryan olduğunu göstərəcəm, xeyr göstərməyəcək. Niyə? Çünki bu mühitimiz distil edilmiş sudur və orada sərbəst yük daşıyıcılar yoxdur. Anladıq mı? Sərbəst yük daşıyıcılar olmadığına görə dövrədə cəryan yaranmayacaq. Amma bir balaca məsələ var. Bu voltmetrdə bir balaca gərginlik göstərəcək. Nə göstərəcək? Gərginlik. Baxın, U0 gərginliyi deyəcək. Bəs U0 gərginliyi nədir? Dövrədə açar qapanan, indi volt amper xarakteristikasında o U0 gərginliyi biz görəcəyik. Açar qapananda dövrədə cəryan yaranmasa da, bunun müsbət və mənfi lövhə, mənbənin müsbət və mənfi lövhələri arasında müəyyən boşalma baş verir. Həmin boşalmanın hesabına da müəyyən nədir? Gərginlik yaranır. Həmin gərginliyə biz nə deyirik? U0 gərginliyi, yəni başlanğıc gərginlik kimi baxa bilərik. Yaxşı uşaqlar, problemimiz yoxdur? Yoxdur. İndi. Yaxşı, bəs distil edilmiş su özünü dielektrik kimi apardı və dövrədə cəryan yaranmadı. Bəs nə etmək lazımdır? Uşaqlar, baxın. Bunun içərisinə turşu, duz, nə bilim nə ata bilərsən. Məsələn, deyək sulfat turşusu. Sulfat turşusu nə idi? H2SO4-dür da, elə deyilmi? H2SO4-ün baxın, əsas hissəsi nədir? Hidrogendir nədir? Müsbətdir. Turşu hissəsi nədir uşaqlar? SO4. Elə deyilmi? Nədir? SO4-dür və o nədir? Mənfidir. Mən bunu bura daxil elədikdə, yəni suyun distil edilmiş suyun içərisinə döktükdə nə baş verəcək uşaqlar? Həmin deyək ki, nə? H2SO4 müsbət iyonlara parçalanacaq. Bir də nələrə parçalanacaq? Mənfi iyonlara parçalanacaq. Bəs bu parçalanma elektrodlarda elektrik cəryanı keçən zaman elektronların iyonlara parçalanma hadisəsinə nə deyəcək uşaqlar? Elektrolitik dissosiasiya. Nə deyəcək? Elektrolitik dissosiasiya deyirik. Anladıq mı? Fikir verin. İyonlara parçalandı. Müsbət iyonlara bir də nələrə dedi? Mənfi iyonlara. Fikir verin. Müsbət iyonlara bir də mənfi iyonlara parçalandı. Müsbətlər hara gedəcək? Müsbət nə idi? Anionu idi da, elə deyilmi? Daha doğrusu katyonu idi. Hara gedəcək? Katoda gedəcək. Müsbətlər. Bəs mənfilər nədir? Aniondur. Hara gedəcək? Anoda gedəcək. Baxın uşaqlar. Burada, bax, müsbətlər gəldi katodun üzərində toplandı. Bax, müsbətlər gəldi katodun üzərində toplandı və toplanırsa müəyyən maddə əmələ gətirir. Mənfilər harada toplandı uşaqlar? Mənfilər nəyin? Anodun üzərində toplandı. Burada da müəyyən bir maddə əmələ gətirəcək. Oldu mu? Yadımıza saxlayaq. Dissosiasiya ilə bərabər həm də rekombinasiya gedir. Nə gedir? Rekombinasiya. İyonlara parçalandı, müsbət və mənfi iyonlara. Amma bu ət-işarəli müsbət və mənfi iyonların bir-biri ilə yapışması nəticəsində Lori dildə desək, artıq biri müsbət, biri mənfi, birbirine yapışırsa neynəcək? Müsbət və mənfi toplayanda 0 verir də. Başlayır neynəməyə? Neytrallaşmağa. Parçalanmaya dissosiasiya deyir. Əksinə, həm müsbət və mənfilərin bir-birinə birləşməsinə isə nə deyirik? Rekombinasiya deyirik. Anladıq mı? Bəs bizə desələr ki, dissosiasiyanı daha yaxşı görmək üçün nədən istifadə olunur? Dissosiasiya dərəcəsi adlanan bir anlayışdan istifadə. Dissosiasiya dərəcəsi İlham, alfa hərfinə işarə olunur. Alfanın düsturu necə olacaq? İyonlara parçalanmışların sayının ümuminin sayına nisbətidir. Nə deyirik? Ümumi molekulların və ya da zərərciklərin sayına nisbətidir. Anladıq mı? Dissosiasiya dərəcəsi nədir? İyonlara parçalanmış zərərçilərin sayının ümumi zərərçilərin sayına nisbətdir. Vahidi yoxdur. Bunu siz konsentrasiya ilə də görə bilərik. N iyonlara parçalanmışların konsentrasiyası bölünsün N ümuminin konsentrasiyası. Qeyri-adi bir düstur deyil. Anladıq mı? Bunu siz həm də görə bilərsiniz uşaqlar. Nə ilə? Faizlərlə də görə. Məsələn 25% dissosiasiya olunub, 75% nədir? Dissosiasiya olunmuyub. Həm də bunu belə görə bilər. N-i bölünsün N ümumi. Burası neçə faiz? 100%. Yəni faizlərlə də göstərə bilərik. Oldu. Yaxşı uşaqlar. Biraz öncə nə dedik? İyonlara parçalanması hadisəsi elektrolitik dissosiasiyadır. Bəs lövhələrdə, yəni kömür lövhələrdə
maddənin toplanması, əmələ gəlməsi, maddənin ayrılması hadisəsinə isə elektroliz deyirik. Kimyadan hazırlığa gedənlər yəqin ki, içərinizdə var. Nədir? İyonlara parçalanması elektrotip dissosiasiya, amma həmin lövhələrdə elektronizasiyasıdır. Həmin lövhələrdə maddənin toplanmasına isə biz nə deyirik? Elektroliz deyirik. Uşaqlar, elektroliz zamanı anod lövhəsinə nə qədər maddə toplanıbsa, tutaq ki, M qədər maddə toplanıbsa, katod lövhəsində də eyni qədər maddə toplanacaq. Anladıq mı? Elektroliz zamanı, deyək ki, iyonlara parçalandı. Burada mənfi Q'dur. Burada da nədir? Müsbət Q'dur da. Elə deyilmi? Toplanıb. Bax, birində mənfi, birində nə toplanıb? Müsbət toplanıb. Modulca bir-birinə bərabərdir. Sadəcə işarəcə bir-birindən əks ola bilər. Oldu mu? Modulca bir-birinə nə olacaq? Bərabər. Bizim iyonun yükü ilə işimiz yoxdur. Toplam maddənin yükü və ya iyonun yükü ilə işimiz yox. Bizə maraqlı olan nədir? Toplanan maddənin kütləsi. Toplanan maddənin kütləsi uşaqlar M bərabərdir. K vurulsun Q düsturu ilə hesablanır. Hansı düsturuna? K vurulsun Q düsturu ilə hesablanır. Anladıq mı? Bizə məlumdur ki, Q özü nə idi? Q bərabər nə yazırdıq uşaqlar? I vurulsun nə? Delta T yazırdıq da. Elə deyilmi? Həm ifadəni burada gətirib yazsa, həm də M-in düsturu nə olacaq? K, I, delta T olacaq. Anladıq mı? Bəs kütlənin vahidi nədir uşaqlar? Kütlənin vahidi adətən kitablarınızda 1 milliqramla görəcəksiniz. Durub da toplanan, anod və katodda toplanan maddənin kütləsini kiloqramla ifadə edə bilmirik ki. Dəqiq ifadə edirik milliqramlarla kütləsi olduğuna görə. Elə deyim, 1 milliqram uşaqlar. Həm də biz bunun vahidini 1 kiloqramla da görə bilərik. Nə ilə görə bilərik? 1 kiloqramla görə bilərik. Bəs bizə desələr ki, 1 milliqram neçə kiloqramdır? 1 milliqram bizdən soruşsalar neçə kiloqram olacaq uşaqlar? 1 milliqram bərabər 0 tam, bir də belə deyək də 10 üstü -6 kiloqramdır. Nəyə bərabərdir? 10 üstü -6 kiloqram. Bizdən soruşsalar ki, toplanan maddənin kütləsi Q'dan düz, İ'dən T'dən düz asıldır. Vaxt var idi, buna Faraday'in birinci qanunu deyirdilər, amma hal-hazırda onu proqramdan çıxarıldığına görə sadəcə deyirik Q'dan, İ'dən, bir də nədən asılığı, T'dən necə asıldı dedik? M, hər üçündən düz asıldı. İ'dən, bir də nədən asıldı dedik? T'dən. Düz, düz, burada da nə oldu? Düz mütənassib asılı oldu. Bəs mən Q'nu da tanıyıram, İ'ni də tanıyıram, T'ni də. Q yükün miqdarıdır. Toplanan, lövhələrdə toplanan yükün nəyi? İyonun yükünün miqdarı, belə deyək. İ bilirəm, dövrədə yaranan cəryan şiddət. Təbii ki, dövrədə müəyyən bir cəryan yarandı da, elə deyilmi? Istiqamətində göstərsək necə göstərə bilərik? Bu formada cəryan yarandı, elə deyilmi? Yaxşı, bəs T nədir? Həmin cəryanın axdığı müddətdir, zamandır, elə deyilmi? Burada K nədir? K-nı amma tanımırıq. K elektrokimyəvi ekvivalentdir. Nədir K? Elektrokimyəvi ekvivalent. Ekvivalent. Anladıq mı? Nə dedik? Elektrokimyəvi ekvivalent. Bizə desələr ki, düsturu necə olacaq? Yuxarıdan düsturunu tapsaq, K bərabər nə yazır Məhəmməd? M bölünsün Q'dur. Elə deyim. Həm də nə yaza bilərik? M bölünsün I delta nə? T. Düsturlarımızı bildik. Bəs vahidini necə deyəcəyik? Vahidi. K'nın vahidi 1 kiloqram bölünsün nə? Kulon. Və ya da milliqram bölünsün kulon. Adətən kiloqramla deyir. O da bərabər nə olacaq? 1 kiloqram bölünsün nədir? Amper vurulsun saniyə olacaq. Elə deyim BSD söz vahidlərinin açılışı. Bəs bizdən soruşsalar ki, K, İ'dən, T'dən, M'dən, Q'dan necə asıldır? Ral sən bilərsən, necə asıldır? M'dən? Aha, Allah bilir, sən niyə bilmirsən? Sabah imtihanına gedəcəksən. Onsuz da Allah hər şey edilir, hayır. Kərimdir. Kərim də bezi sinərimizdən, Allah kərim demək. T'dən, bir də nə dedik? İ'dən. Necə asıldır? Asılı deyil. O ancaq uşaqlar elektrolitin növündən biraz sonra deyəcək kimyəvi ekvivalentdən asılıdır. Bəs kimyəvi ekvivalentdən asılılığı necə olacaq? K bərabərdir uşaqlar.
M bölünsün böyük N vurulsun 1 bölünsün Y N'adır. Nədir düsturumuz? M bölünsün böyük M bölünsün N bir də vurulsun 1 bölünsün Y N. Uşaqlar, burada M bilirik, molyar kütlədir. Y'ni bilirik, elementar yükdür. N'anı da bilirik, Avogadro ədəddir, tanışdı sizə. Bəs N nədir? Bax, bu N-dən diqqətli olun. Bəzən uşaqlar qarışdırır, konsentrasiya deyir, xeyr, valentlikdir. Məsələn, valentlik nədir? H2SO4 yazmışıq da, elə deyil mi? H2SO4-də burada SO4 hissəsinin valentliyi neçədir? 2-dir. Elə deyil, turşu hissəsinin valentliyi 2-dir. Amma hidrogenin öz valentliyi neçədir? 1-dir. Yəni bizə burada duran, o N burada duran nələrdir? Valentliklərdir. Yəni ona biz diqqət edirik. Tamam mı? Yaxşı. Gətirdik. Bəs bizə desələr ki, indi bizim daha öncəki kitablarımızda buna Faradayın ikinci qanunu deyirlər. Kimya, bax bu hissə ümumilikdə kimyəvi ekvivalent deyilir. Nə deyilir? Kimyəvi. Amma bu hissə isə Faraday sabiti deyilir. Nə deyilir? YNA hissəsinə Faraday sabiti deyilir. Faraday sabiti hissəsi bizə lazım deyil. Boş ver. Oldu mu? Heç kimyəvi ekvivalent hissəsi də o qədər lazım deyil, amma ola bilər də qarşımıza çıxa bilər. Onu biz nə edək? Diqqət edək. Onda K-nın nədən asılıdır uşaqlar? K-nın nədən asılıdır deyək? M bölünsün nədən? N nisbətindən necə asılıdır? Düz mütasib asılıdır. Deməli, K ancaq və ancaq növdən bir də bu nisbətdən asılıdır. Başqa heç nədən asılı deyil. Gəldik. Bu düsturu gətirib burada yerinə qoya bilərəm. Kütlənin düsturunda. Yerinə qoysam, onda kütlənin düsturu necə olacaq? M bərabərdir. Nə yaza bilər? 1 bölünsün Y, N-a. Böyük M bölünsün nə? N vurulsun nə olacaq? I delta T olacaq. Elə deyil mi? İndi bizdən soruşsalar ki, M, N-dən necə asıldı valentlikdə? Valentlikdən necə asıldı? Tərs. Molyar kütlədən necə asıldı? Düz mütasib asıldı. Və biz qrafikini qursaq, necə olacaq uşaqlar? M-in nədən asıldığı? Böyük M-dən. Necə asıldı dedik? Düz. Bəs N-dən necə asıldı? M, N-dən, yəni valentlikdən tərs mütasib asılıdır. İndi gəldik bura uşaqlar. Ki verin. Biraz öncə nə dedik? Müsbət və mənfi yüklü iyonların hesabına cərəyan yaranır da. O mənfi müsbət yüklü iyonlar necə yarandığının mexanizmini bildikmi? Çətindir. Xeyr, elektrot və iyonlara parçalandı. İyonlar parçalanırsa deməli nə əmələ gəlir? Müsbət iyonlar bir də nədir? Mənfi iyonlar. İndi gəldik uşaqlar nəyə? Bizə desələr ki, elektrotlərin müqaviməti temperaturdan necə asılıdır? Elektron qeyd. Uşaqlar, bax, çox önəmli qeyd. Elektronların müqaviməti temperaturdan xətti azalan asılır. Yəni, temperatur artdıqca müqavimət nə edəcək? Azalacaq. Elektrotlər üçün müqavimətin temperaturu əmsalı alfa sıfırdan kiçikdir. Sıfırdan kiçiksə, R-in düsturunu biz necə yazarlar uşaqlar? R bərabər R0, 1 minus alfa T. Yadınıza gəlsə bu düsturu biz metallar üçün də yazmışdıq. Orada nə ilə? Plus ilə yazmışdıq. Niyə plus? Temperatur artdıqca müqavimət artır. Burada nə ilə yazacağıq? Minus ilə yazacağıq. Həm də nə deyə bilərik buna? R0, 1 minus nə deyərik? Alfa delta böyük T deyəcək. Onda bunun qrafikini biz qurmaq istəsək, qrafikimiz necə olacaq? Qrafikimiz necə olacaq uşaqlar? R-in nədən asılıdır? T-dən asılıdır. Müəyyən bir qiymətdən başlayıb və yaxud da balaca T-dən də deyə bilərik. Müəyyən bir qiymətdən başlayaraq nə edəcək? Azalacaq. Elə deyil. Yəni, temperatur artdıqca müqavimət nədir? Azalacaq. İndi gəlin, elektrotlərdə elektrik cəryanı üçün volt-amper xarakterisinə baxaq, xarakteristikasına. Nə idi volt-amper xarakteristikası? Nəyin nədən asıllığı idi? Nəyin nədən asıllığı idi? İnin urdan asıllığı. Necə asıldı uşaqlar? Bax, volt-amper xarakteristikasını biz qurmağa çalışsaq, İ'nin urdan asıllığını qurmağa çalışsaq, necə asılı olacaq? Bax, müəyyən düz asıldır, xəttə asıldır. Amma müəyyən nəyimiz var? U0'ımız var. Niyə U0 dedik? Bax, mən distil edilmiş su tökdüm. Cəryan nədir? Yaranmadı da, elə deyil. Amma müəyyən başlanğıc nəmin əmələ gəldi? Gərginlik. Fikir verin. Burada. Cəryan yaranmır, amma başlanğıc nə əmələ gəlir? Gərginlik əmələ gəlir. Anladıq mı? Və bu gərginliyə də biz nə deyirik? Başlanğıc gərgin və yaxud da nə deyirik? Nə deyirik ona? Xatırlayır. Başlanğıc gərginlik, başqa cür nə deyə bilərik?
mənbənin boşalması nəticəsində əmələ gələn gərginlik. Gəlin uşaqlar, 2 dənə qeydimiz var. O qeydi də deyirik və söhbəti bağlayırıq. Yaxşı, yəqin ki, bu hissəni silsəm sizin üçün problem olmaz. Dövlət hissəsi üçün 10 qanuna görə i-nin düsturu nə idi? İlham? i bərabər u bölünsün r idi də, bilirik. Elə deyilmi? Bax, həmin düsturu buradan yazıram. Bax, i bərabərdir. U bölünsün nə dedik biraz öncə? U bölünsün r dedik. Düzmü? Həmin düsturu gətirib n bərabər KT düsturunda yerinə qoysa, onda qeyd 1. Qeyd 1-dir yoxsa ki? Qeyd 2 olmalı. Həmin düsturda yerinə qoysa, mənim düsturum necə olacaq İlham? Fikir verin. Bax, mən deyəcəm ki, əgər r bərabərdir konstant olarsa, r konstant, müqavimət nədir? Sabitdir. n bərabərdir, k vurulsun, i-nin yerinə artıq nə qoyacaq? U bölünsün, r qoyacaq. Oldu mu? Vurulsun nə? T olacaq da, delta t. Düzmü dedik? Əgər r sabit olarsa, m u ilə necə asıldır? M u ilə düz asılır. Bax, yadında saxlayaq. Və çox önəmli qeyddir bu. Əgər nə sabit olarsa, dövrədəki müqavimət sabit olarsa, m u ilə necə asılı oldu? Düz asılı oldu. Amma uşaqlar, nə sabit olarsa, iyonlaşma enerjisi, double i bərabər konstant olarsa, m u ilə tərs asılı olacaq. Və düsturumuz belə olacaq. M bərabərdir. Double i bölünsün nə? U vurulsun k düsturu. İndi çıxarışını demədim. Çıxarışını növbətlərsə yadıma salın. Deyim. Baxırıq. İyonlaşma enerjisi sabit olarsa, double i. Onda m u ilə necə asılı olacaq uşaqlar? M u ilə tərs mütasibası. Bu bir qeydimiz. Gəldik, bəs ikinci qeydimiz nə olacaq? İkinci qeydimiz. Raul, səncə nə olacaq? Mən nə bilməm. Hər şey yaxşı olacaq. Çox niçbinsən, neysən? Niçbin, yəni bədbin var, bir də niçbin var. Sən ana dildə bilirsən. Nə olacaq niçbin? Gələcəyə inanlı, elə deyim, motivasiyalı. Raul və motivasiya. Aferin. Yaxşı, qeyd neçə dedik? 3 dedik. Qeyd 3-də nə deyəcək? Məsələn, biraz öncə dövrədə nə qoymuşduq? 2 dənə lövhə salmışdıq da. Həm lövhələrin batmadır, daha dərin batırsa, sizcə onun üzərində çox iyon toplanar, yoxsa dayaq saxlasaq? Çox batırsa. Deməli, toplanan maddənin kütləsi M. Batma dərinliyinə necə asıldı? Dərinliyə də H-liyə. Düz asıldı. Nə qədər çox dərinliyə batırsa, toplanan maddənin kütləsi bir o qədər nə olacaq? Çox olur. Bəs toplanan maddənin kütləsi lövhələr arasındakı məsafə ilə necə asıldı uşaqlar? Bax, iyonlar katoda getdi, bir də anoda getdi. Bu boyda məsafə olsa, daha çox iyon gedər, yoxsa uzaq olsa? Yaxın olsa. Deməli, lövhə arasındakı məsafə ilə necə asıldı? Tərs mütasib asıldı. Niyə? Çünki lövhə arasındakı məsafə uzaqlaşarsa, həmin müsbət və mənfi iyonların birləşmə ehtimalı, yəni rekombinasiya ehtimalı neyini? Çoxalır. Yəni, o çoxalacaq. Amma nəyit azalma ehtimalımızda? Elektrolit dissosiasiya, yəni parçalanma ehtimalı. Parçalanır, amma lövhələrə çatmama ehtimalımız çoxalacaq. Onda mən nə deyəcəm? Lövhə arasındakı məsafə ilə necə asıldı? Tərs mütasib asıldı. Uşaqlar, bu bizim mövzumuzdur. İnanıram ki, başa düşdünüz. Çox qəşəng mövzudur. Evdə öyrənirik. Bundan sonra bizə qalır bir dənə qazlarda elektrik cəryanı. Qazlarda elektrik cəryanı növbət dərsi deyəcəyik və ondan sonra da maqnit sahəsinə keçid edəcəyik. Oldu mu? Bu günlük bu qədər. Başqa sualımız var? Yoxdur. Növbət dərsdə görüşərək. Sağ olun.